Salam. Herkese salam dostlar. Her vaxtınız xeyir olsun. Necəsiz? Bugünkü vlogu biz yenə birlikte başlayırıq. Ay yarım sonra yenidən Vüsü ilə qovuşduq arkadaşlar. Saçımı açmışıq. Orada işler gedir. Saçın başlığı yığılır. Biz də saçımı fenleyip sonra başlayırıq inşallah. Qəşəng saçlar var bu arada. Bax indi şu anda saçı kəsilir. O da YouTube izləyicimizdir. Burada göstərək. Hə, Saadətin Beləcə YouTube qızımızın izləyicisidir, qəşəng bu balaca saçı qızımız. kəsildi. O da bizim YouTube izləyicimizdir. Ups. Hə. Saçları göstərək. Gör nə gözəl saçlar var Gedəcəyimiz arkadaşlar. ortaya saçları da salacağıq, göstərəcəyik. Bir dənə özümüz danışaq. Bir açılışı elan eləyək sonra. Deməli, bugün Saadətə qəşəng suallar verəcəm. Bundan sonra demişəm ki, hansı məşhur yanıma gəlsə, 5 dənə top 5 sual verəcəm. 5 sualın ətrafında danışacağıq. Bizə neynə? Görüm, indi bunu şoka sala bilərəm, yoxsa? İzləyicilərə maraqlı olan suallar, məsələn, indi mənə öz içindən gələn suallar ver, amma o birisi gələn dostlara da bu videonun altına yazsınlar. Sabah da Sevda Sanaliyevadır qonağım. Bu videonun altına yazsınlar ki, kimə hansı suallar vermək istəyirlər. Ay, sağ ol, doğrudan elə ağıllı fikirdir. Bəli, başlayım da adını çək kim gələcək, onun üstünə sual. Deməli, sabah qonağımız Sevda Sanaliyevadır. Qoy özümü də göstərim də. Sabah qonağımız Sevda Sanaliyevadır. Hansı sualları ona vermək istəyirsinizsə yazın bu videonun altından. Mən sabah vlogu çəkəndə 5 ən sevdiyim sualı seçəcəm və Sevda xanıma verəcəm. Evet. Amma Saadətə indi təəssüf ki, Mən bilmirəm nə elə bir sual şansımız verəcək olmadı. O sualları özümdən tərtib eləyəcəm. Proses boyu o dəqiqə mən sualları maraqlı verəcəm. düşünürəm, Bu arada nə sual YouTube verəcək? çəkməyə Saadət mənim beynimə salıbdı və ondan sonra çox sevdim bu işi. Başladıq YouTube çəkməyə. İnşallah ki, bunu da sevərsiniz. 100% sevəcəklər. I love you dostlar. Maraqlanları bölüşəcəyik. Aha. İlk sualım, saxlayım sonra deyəcəm. Hə, sən çək. Onsuz da buraları da. Elə onu da qatarıq Hə. videomuza. Dostlar, həmişə olduğu kimi yenə Qat getsin. Sushi'dən sushi sifariş ediyoruz. Sushi. Deyir sushi, pushi Sushi. nə də bala? Mən buranın Mən sushilərini Gədəbəkdə çox kartoşka sevirəm. İndi bu dəqiqə WhatsApp-a gələk. Nə oldu? Bugün şeytan ayağını qırıb bacımla yemək yeyəcəyik dostlar. Bəli. Hamı burada sushi qonaqlığıdır. Saadət, o şey eləyək. Nə? Açsansa. Acın. Yemək Nədir o belə? Bizim balaca fanatımızla. Uşaq da vlog çəkir. Video çəksən sən? Vlog. Yox, mən şəkil çəkirəm. Hə. Videonu oradan çəkir çəkir. vlog çəksən? Hə, oradan. Bu şey uşaq da çəkir. Hı? Hə, mən çəkdim. Oldu. Bay. Görək, Bu uşaq görsən. bizə eləyir də qulluqda. Bax görürsüz. Yıxılı evin dirəyidir, çay süfrəmiz. Saadət götür bura. Sushimiz də gəlir arkadaşlar. Bugün sizə siz nə təşkirik? Sushi yarışı eləyəcəyik. Bəli. Uduzacaq dostlar. Ona bir cəza elə. Uduzmayacağam ya. Ulan uduzsan nə edirsən? Gəl buna Nə? bir maraqlı cəza verək Nə dostlar. desən Əgər eləməyə uduzsan, rəziyəm. kim çox yesə, Hə. da indi görəcəyik də o oyunda. O qalib olacaq. Qalib uduzana nə desə eləyəcək. Mən razıyam, Yox. verdiyin cəzaya razıyam. Yaxşı, mən də verdiyim cəzaya razıyam. İnşallah ki, inşallah ki çox ağır olmaz, amma razıyam da məcburam. Biz qız bürcüyük. Girişdiksə bitdi söhbət. Özdə maraqlı olacaq. Hə. Baxın indi qızlar Baxaq. gəlsin sushimiz. Qoy sushimiz gəlsin. Yarış eləyirik. Özümüzü öldürəcəyik. O nədir? Belə eləyirlər. Baka baka bantusi. Kəsir, Şaka baka belə bantusi. eləyir. Nəsə, onlardan eləyəcək. Saadətlə. Onu da ayrıca da paylaşacağıq. Belə də bu. Birini Instagrama buna da seçərik, birini YouTube'a seçərik. İki Fərqli. telefon qoyarıq. İkisini də çəkəcəyik inşallah. 1 2 3 motor. Motor Deməli başlayır. nədir? Saadətə 5 dənə sual verməliyəm. İlk sualım, gəl sənətdən başlayaq, sonra keçərik o birisi suallara. Qorxuram, dostlar. İzləyicilərin istədiyi suallara sonra keçərik. İlk öncə sənətdən başlayaq. Sənətdə yeniliklər varmı? Biraz ara vermişik elə bir. Təzə mahnı, təzə proyekt, təzə iş. Bu arada mən jurnalistikam, bitirmişəm, jurnalist işləmişəm deyə. Biraz bu barədə işlədiyimə görə varımdır, praktikam var. Ona görə rahat suallarımı verə bilirəm. Buyurun. İnansız izləyicilər hamısı o suallar onlara maraqlıdır ki, sən də onların ürəyindən xəbər verdin. Dostlar, Gülkay rəhbəri ilə bilirsiniz, bizim böyüklərimiz var. Həmişə də sevilib, həmişə 2 bəyənilib. bal səs bir arada. İndi inşallah Gülü ilə çox qəşəng bir mahnımız gəlir. Ard-arda gələcək mahnılarımız. Biraz bəyənməkdə səbəbimiz evdə biraz Melis'in səhhəti, mənim səhhətimlə bağlı problem var idi. Ona görə bir neçə müddətdir ki, paylaşımlar eləyə bilmirdim, amma inşallah ki, gələcək. Çox qəşəng, maraqlı
çəkilişlər gələcək. Mahnı, klip, həm Tacir, həm mən dayanmayacağıq arkadaşlar. Bütün Əsas odur ki- sevgisindən ayrılanların dərdini təzələyəcəyik. Əsas odur ki, durğunluğa son qoymuşuq. Fıra. Evet. Durğunluğa son qoymuşuq. Əsas odur ki, təzədən başlayırıq. Və bir dənə də mən də bir dənə söz deyim. Gülkay ilə olan kliplərində mənim də əl işlərim olacaq, görəcəksiniz. İnşallah. Toxunuşlarım olacaq. Mahnıya toxunmasam da özlərinə toxunacam. Deməli, çöldə vlog çəkirdik, başqa bir vlog çəkirdik Saadətlə. Dedik elə burada olmuşkən ikinci sualımızı verək. Sənətinə sual verdim, məncə bəsdir, kifayətdir. Çünki Saadətin sənəti zaten göz önündədir. Hər birimiz sevirik, sevə-sevə izləyirik. Şəxsi həyatı hər kəs üçün maraqlıdır, amma sevgi həyatını onsuz da bilirik. Tacirlə Saadətin sevgisi zaten Tacir Saadət adı qoşa həmişə hallanır və dillərə dastan. Hətta cavanlarımızdan örnək götürənlər də var. Mən bilirsiniz, insanlarla işləyirəm, çox insanlarla ünsiyyətdə oluram və görürəm cavan gənc qızlarımız nümunə kimi götürürlər olan sevgisini. Oradan sual verməyəcəm, çünki onları bilirəm. Bəlkə də verəcəm, indi nə isə. İndi ən əsası bilmirəm ki, Saadət necə anadır. Saadət necə anadır? Valla o deyir, özünü gərək tərifləməyəsən. Mən övladıma görə həmişə bütün işlərimi atmışam. Onu zaten izləyicilər də bilir. Hər bir işi atmışam. Bir müddət mən ancaq evə qapanmışam, yəni uşağa görə. Onu demək istəyirdim ki, bizim bir videomuz yayıldı və orada hamı övladı ilə əlaqələndirdi onun içdən yanğılı oxumağını. Əslində o sualın da cavabını bilirəm, sadəcə özündən eşitmək istədim. Mən valla burada özümü tərifləməyəcəm, mən necə anayam. Zaten göz önündədir, hamı görür də mən necə anayam. Mən son vaxtlar övladımı itirdim, Allah heç kimə yaşatmasın. Mənim çox başım qarışdı və burada çox boşluqlar oldu. Ondan da bəzi şeylər var ki, indi burada deyiləsi deyil. Amma çox şeylər oldu. İnşallah ki, hər şey yaxşı olar, hər şey Neqativə köklənmirik. Saadət çox gözəl, çox nümunəvi anadır. Birazdan Saadətin necə həyat yoldaşı olduğunun dərinliklərinə gedib sizə geri dönəcək. Anladım, sanıyorum. Bir dəqiqə. Gedirik. Hə. Deməli, Saadətə 2 sualımızı vermişik. 3-cü sualı verim. Bu arada dostlar, həyətdə bir dənə qəşəng vlog çəkdik. Daş, kağız, makas. Bundan. Amma çox qəşəng Neysə oldu bundan. həqiqətən. Hə, onu ayrıca vlog kimi paylaşacağıq. Bu vlogumuzun içinə salmayacaq. Çünki çox maraqlı idi. Çünki onun cəzası filan var. Ona ayrı baxanda daha Uduzmuşam maraqlı dostlar, olacaq. baxanda görəsiniz. Uduzubdur. Teo verdi bax. Uduzubdur. Özü də böyük fərq hesabı ilə uduzub. Nəysə, Bir bilsəz oradan mən keçək də neyləyəcəm? qoyub marağı qalsın. Onu dedim, bir dənə bir bilsəz mən neyiniyəcəm. Bundan sonra mən şimdi ona nə baxın. cəza vermişəm. Deməli, Saadətə 3-cü sualımı verirəm. Saadət, sizin sevgivizdən soruşmuram, sevgivizdən danışmıram. Zaten göz qabağında da ehtiyac yoxdur. Saadət necə həyat yoldaşıdır? Bildində nə demək istəyirəm? Ərin qulluğunda durmaq, corabını yumaq, paltarını ütüləmək, yeməyini bişirmək. O baxımdan evdarlıq, necə evdar xanımdır, necə həyat yoldaşıdır? Deməli, yaxşıyam ki, bazı 7 Corab yuya ildir bilirsən? bir yerdəyik. Mən yox, paltaryan sağ olsun, paltaryan yuyur. Amma mən də yumuşam. İndi həyat yoldaşım. Biz Tacirlə çox çətinliklərdən keçmişik və 7 ildir ayrılmamışıqsa, demək ki, burada nəsə var. Allah ayırmasın. Yaxşıyam ki- O var olan zaten göz qabağındadır. Allah ayırmasın. Bəli, amin inşallah. İnşallah axıra Allah kimi, biz başa kimi insanları olsun. Yemək bizdən bişirirsən uzaq Sadə? eləsin. Hə, 100%. Bunun 4-cü sual deyil ha. Mən Bu- beş bu gəlin sualın verilişində ətrafındadır. birinci yerə çıxmışdım. Daha sonra yerimi verdim bir xanım var. Məndən 5 gəlimdə iştirak edən xanım. Ona. Amma yəni bişirirəm. Qaynana sağ olsun məni seçmişdi. Mənim qaynanam deyir ki, sən məndən eyni bişirirsən. Ha. Onu hər adam demir ha. Bu arada bunu da deyim ki, mənim həmişə qaynanam, qaynatam mən tərəfdəndir. Onu hiss eləyirəm, görürəm Baldızım, vloqlarında. hamısı. Hələ mamamın sənin döyməkləri məni məndən alır. Mamam Tacir tərəfdəndir. Görürəm. Amma mən Əsəbləşir təpəvə qapazı nətər. maraq mamamı sevirlər. Hə, mən sənin mamava da oradan balet eləyirəm. Özdə o ani reaksiyaları var ya. Hə. Çox xoşuma gəlir. Hirsləndirirsən, riskə cin girib içimə filan. Allah hər birinizi xoşbəxt eləsin dostlar. Amin. Allah Allah bütün bizi də xoşbəxt valideynlərə can sağlığı versin. Allah pis Ailələrimizə insanlardan- dəyməsin. Ailələrinizi həmişə pis Bəli. insanlardan qoruyun. Ailə gərək güclü olasan. Pis insanlar olmasa ailənin heç qədri bilinməz. Həqiqi elə də. Mən bir söz deyim Arada pis Saadət. insanlar Sən olmalıdır. sənətdəsən və göz önündə olan birisən. O sizin ailə bağları güclü olmasaydı inan ki 7 il getməzdi. Düzdür. Onun sual xətrinə verdim və yaxud da tamaşaçılara maraqlıdır deyə verdim, amma mən özüm əslini bilirəm. Ona görə deyirəm ki
sən də tacir də göz önündə olan Biz insanlarsınız. ayırmaq istəyənə qədər vallahi olur da. Maniyələr çoxdur. Əgər o güclü bağlar olmasaydı, təbii ki, Prosta buradan bu bəzilərinə bir söz demək istəyirəm. Bu bəziləri evli kişilərdən nə istəyir? Mən çox maraqlıdır. Niyə məhz evli kişilər? Və tacir mənlə evli olur, nə qədər xanım yazır da. Maraqlıdır, niyə, səbəb nədir? Niyə bu xanımların çoxsunun seçimi evli fanat kişilər olur? adı altında Fanat yazırlar, adı altında. Fanat başqa bir şeydir. Yox, fanat başqa bir şeydir. Evli kişilərin istifadəsi. Bəs mən də onu deyirəm də. Heç bir kişi öz arvadını atıb gəlib hansısa bir elə bir xanımdan bir yerdə olmaz. Düzdür. Onu düz deyirsən. Gəl üçün 4-cü sualı da verim. Heç olub ki, ailən üçün mübarizə aparmısan? Yəni o həddə çatmısınız heç? Məsəl üçün hər ailədə olur məncə. Məndə olub. Mənim də yoldaşım göz önündə olan adamdır. Bizim fəxrimizdir, dünya Avropa çempionudur. Yazanlar hədsiz çoxdur. Hətta mən ondan evlənəndə çox məşhurlarımız mənə yazdı ki, evlənmə, sən belə olacaq, elə olacaq. Maşallah artıq bərabər 7 ilimizi tamamladıq. Bu ayın 5-i. Allah xoşbəxt eləsin həmişə. Və mən olub mübarizə aparmışam. Təbii ki, hər bir xanım üzləşmişəm. Biz də çox çətinliklərdən keçmişik. Amma heç vaxt mənim sağ olsun yoldaşım məni heç kimin ayağına verməz də. Heç belə qadın ümumiyyətcə verilərmi ayağa? Heç ümumiyyətcə ürəyim. Məncə əsl kişi heç vaxt öz yoldaşını hansısa da belə küçə lampasına dəyişməz, dəyişməz, bəli. Düzdür, o heç. Heç nə. Ailəmizin qədrini bilək. Bəli. Heç kimə görə ailəmizdə söhbət yaratmayın. Və o Saadətin sözünə qüvvət, heç bir küçə lampasına görə ailə dağıtmağa dəyməz. Çünki nəticədə onlar istifadəli, bir dəfə istifadəli burun salfetkasıdır. İndi mən mədəni formada burun salfetkası dedim. Əslində nə olduqlarını, nə demək istədiyimi siz başa düşdünüz. Bəli. Amma biz onların namusuyuq, adıyıq, uşaqlarının anasıyıq, gələcəyiyik. Ona görə onlar bizə əgər belə seçib, belə görüb, bu statusa qaldırıblarsa, hansısa bir burun salfetkasına görə ailəmizi dağıtmağa dəyməsin. Heç vaxt. Bəsdir. Və bizim saçlarımız hazırdır. Surprise! Oldu məktəbli. Baby face elədik. Bir damcı dəyişiklik olsun deyə Saadətin üzündə. Baxın, burasına bir damcı ton atdıq. Görün nə gözəl oldu. Məncə çox qəşəng, möhtəşəmdir. Saçın parıltısı düşür də yəqin ki. Göstərə bilirəm də yəqin ki sizə. Əllərinə sağlıq həyatım. Mən bəyəndim. Mən də bəyəndim. Qızlar fikirlərinizi yazın görün necədir. Fikirlərinizi yazarsınız. Bizim 5-ci sualımız qalıb ki, mən bu sualı ürəyim partlayır. Hamıya 5-ci sual olaraq verəcəm. Bir qadın həmrəyliyinin tərəfində olan adam kimi, qadın sevər adam kimi qadınlara sözünüz Saadət xanım. Qadın ilk öncə özünüzü sevin ki, sizi də sevsinlər. Özünüzü həmişə sevin. Ailənizə həmişə sahib çıxın, həmişə xoşbəxt olun. Heç vaxt heç kimin sözünə görə ailənizi dağıtmayın. Həmişə xoşbəxt olun. Sizi sevirəm. Kanala abunə olub bildirimləri açıb yorum yazmağı unutmayın. Çalışın ki, Vüsqəmə dəstək olun ki, hər həftə demişik ki, maraqlı bir videolar çəkəcəyik. Bu saçdan əlavə yeni videolar gələcək. Sağ olun, kanala abunə olun, bildirimləri açıb yorum yazmağı unutmayın. Öpürük sizləri. Hələlik. Qadınlarımız məsləhətləri eşidin.